illərdir deyirlər ki, gənclər elm sahəsindən uzaqlaşır. Daha açıq danışsaq, hələ ki bizdə onları tam şəkildə elmə cəlb eləyəcək şərait yoxdur. Bəs bunun üçün gənclərin elmə həvəsinin artırılması, elmlə məşğul olmaları üçün necə bir şərait yaradılmalıdır? Bir elm həmişə daim fədailəri sevib. Qoruyub saxlaya bilir. Yəni elmə gələn adamlar adətən, yəni o elm təşnəsi olan, elmə susayan, elmlə məşğul olmaq istəyən adamlar, onlar böyük pul qazanmaq istəyən adamlar olmurlar heç vaxt. Yəni zaten olsalar gedib başqa sahədə çalışarlar. Çünki elm başlayanda da müəyyən müddət ərzində də heç vaxt çox böyük və ciddi gəlirlər gətirmir. Amma sözsüz ki, gəncləri elm sahəsinə belə deyək də, təşviq eləmək lazımdır. Bizim bu sahədə bugün çox ciddi problemlərimiz var və bunun da səbəbi bir çox hallarda, belə deyək də, ondan irəli gəlir ki, bizdə o standartlar ən azı dünyada mövcud olan, bizim hətta belə də gəlirlərə malik ölkələrdə, eyni tipli ölkələrdə olanlardan kifayət qədər aşağıdır. Bunun da müxtəlif səbəbləri var, obyektiv və subyektiv səbəbləri var. Əgər gənc başa düşəndə ki, o elmə gələndə hansısa layihədə iştirak eləyəcək, o layihə qrant layihəsidir, oradan pul qazanır, o işin bir hissəsini görəndə oradan daha çox əmək qalmış olacaq və s. Və bu halda o elmə daha çox gəlməkdə maraqlı olacaq. Və ən vacib məsələlərdən biri, elm həm də təkcə pulla ölçülən məsələ deyil. Biz illər boyu çox təəssüf ki, ölkəmizdə və bizim ciddi problemlərimizdən biridir. Biz elmə sevgini təşviq etməmişik. Yəni, bizim elmi populyarlaşdırma adlanan bir hissəmiz demək olar ki, olmayıb. Biz çox, bəlkə mən sizə desəm, çox barmaqla sayıla biləcək adamlarımız olub ki, onlar həqiqətən elmi populyarlaşdıran adamlar olublar. Yəni, adamlar elmi ona görə sevir ki, o kiməsə baxır, o dediyindən daha yaxşı maraqlanır və s. Elm populyarlaşmadıqca, yəni o sahə ciddi inkişaf eləmədikcə, elmi həqiqətən sevmək istəyən, ona bağlamaya, bir şeyi sevmək istəyirsən, sevəcəksənsə, birincisi elm sevgi məsələsidir, dediyimiz kimi, ən vacib məsələ sevgi məsələsidir. Amma sevmək üçün də o şeyi görmək lazımdır. Görmədiyin şeyi sevməyəcəksən axı. Doğrudurmu? Yəni siz onu görəcəksiniz. Onu göstərən adamlar lazımdır ki, bax bu elm bundan ibarətdir. Bunun yaxşısı, pisi, bunun o belə deyək də o sevdirə biləcək nədirsə o amilləri göstərmək lazımdır. Ondan sonra bəziləri ona vurulacaq, onun dalıcan gedəcək, məcnun olacaq və s. Bəziləri də sevməyəcək, yarı yolda buraxacaq, boşanacaq elmdən.